Hələ 500 il əvvəl Leonardo da Vinci'nin yeni ixtiralarından biri ilk tarixini yazdı. Bu, velosipedin təsvir olunduğu şəkil idi. Vulkan püskürmələri nəticəsində atların qırılması velosipedin başqa nəqliyyat növü kimi ixtirasına zəmin yaratdı. Və beləliklə 1817-ci ildə Almaniyada yaşayan Baron von Drais tərəfindən ilk velosiped ixtira olundu. İlk velosiped müasir velosipedlərdən tamamilə fərqlənirdi. O taxtadan düzəldilmişdi və əyləksiz idi. İlk model yoxuşlu küçələrdən aşağı düşmək üçün ayaqları yerə diriyib təkan verərək hərəkətə gətirilirdi. Zaman keçdikcə bu ixtira təkmilləşdirilir. İlk əyləc sistemi 1861-ci ildə əvvəlcə qabaq təkərlərə qoşulur, 1888-ci ildə sistem arxa təkəri hərəkətə gətirən zəncirə birləşdirilir. 1842-ci ildə velosipedlərin təkərlərinə rezin şinlər taxmaq ideyası yarananda artıq bu nəqliyyat vasitəsi müasir formada idi. Velosiped fransızcadan tərcümədə sürətli ayaq mənasını verir. İki təkərə malik, əzələ qüvvəsi və əyləclə hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Velosipedlə hərəkət, sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi və stabilləşdirici təkan nəticəsində mümkündür. Mənzil başına tez çatma yolunu asanlaşdıran, həm də sağlamlığa xidmət edən bu nəqliyyat vasitəsi hal-hazırda dünyada elə bir ölkə yoxdur ki, orada istifadə edilməsin. Və indi dünyada yarım milyarda dək velosiped mövcuddur. Kiçik ölçüsü, sərfəli qiyməti və yanacaq ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının əsas səbəblərindəndir. Sağlam həyatın formalaşmasında rolu yüksək olan velosipedin idman aləminə daxil edilməsi də məntiqlidir. İlk velosiped yarışı 1819-cu ildə İsveçdə keçirilir. 1893-cü ildə isə dünya, Avropa və digər yarışlar təşkil olunur. Velosiped yarışları ilk Olimpiya oyunları proqramına da daxil edilib. 1900-cü ildə Parisdə Beynəlxalq Velosipedçilər İttifaqının əsası qoyulub. Hazırda velosiped üzrə dünyada ən nüfuzlu yarışlar Fransada keçirilən Tour de France, İspaniyada keçirilən Vuelta, İtaliyada keçirilən Giro d'Italia turniri hesab olunur. Yarışlarda qaydalar velonövlərə əsasən müəyyən edilir. Bura şose, trek, dağ velosiped idmanı və BMX kimi növlər daxildir. Hər növ üzrə keçirilən yarışlarda xüsusi velosipedlərdən istifadə edilir. Azərbaycanda velosipeddən istifadənin tarixi 1930-cu ildən başlayır. Ölkəmizdə velosipeddən əvvəlcə nəqliyyat vasitəsi kimi istifadə olunurdu. Əsasən Rusiyadan gətirilən bu velosipedlər məktəblilər və tələbələr arasında daha məşhur idi. Elə buna görə də məktəblər arası və universitet daxilində tez-tez yarışlar təşkil olunurdu. Azərbaycanda daha iri miqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərinin əvvəllərinə təsadüf edir. Bu dövrlərdə artıq respublika daxilində velosipedçilər arasında spartakiadaların keçirilməsinə başlanılır. Spartakiadalar Avropada olduğu kimi 4 ildən bir keçirilirdi. Azərbaycanda velosiped idmanının ilk nümayəndələri Səbzəli Hüseynov və Hüseyn Zərgərlidir. Onlar sonralar məşqçi kimi fəaliyyətlərini davam etdirib. Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq velosiped yarışlarında təkcə kişilər deyil, qadınlar da təmsil olunub. Əvvəlcə yerli yarışlarda qüvvəsini sınayan Azərbaycan velosipedçiləri qalib gəldikdən sonra respublika əhəmiyyətli tədbirə vəsiqə qazanıblar. Azərbaycanda velosiped idmanı təbiidir ki, əvvəlki illərdə də olmuşdur. Hələ 30-cu illərdən başlayaraq Azərbaycan idmançıları o zamanki SSR dövlətinin mövcud olduğu vaxtda bir çox spartakiadalarda, olimpiyadalarda iştirak edirdilər, dünya kubok uğrunda yarışlarda.
Məsələn, bugün bizim Tour de Azərbaycan yarışının bir iştirakçısı var, Aleksandr Averin. O Dünya Kubokunun qalibi olubdur SSR yığma komandasının tərkibində. Yəni, Azərbaycanda velosiped idmanı əvvəllər də inkişaf etməkdə idi. Amma əlbəttə, indiki kimi templər o zaman heç arzu da oluna bilmirdi, çünki imkanlar başqa idi. Azərbaycanın velosiped idmanında əsaslı irəliləyişlər 1950-ci illərdən başlayır. İdmançılarımız SSR çempionatı və dünya birinciliyində qüvvələrini sınayıblar. Həmin illərdə Alpaz Talıbov, Ələddin Şabanov, Vladimir Davidov, Ramiz Rəhimov və başqaları uğur qazanıblar. Avqustun 13-də Bakıda sağlamlıq, gənclik və gözəllik bayramı olan Ümumi İttifaq Bədən Tərbiyəçisi günü böyük təntənə ilə qeyd edildi. Həmin gün parklarda və meydançalarda müxtəlif idman yarışları keçirildi. Bütün bu uğurların nəticəsi idi ki, Azərbaycan velosipedçiləri artıq Olimpiya oyunları üzrə beynəlxalq konfranslarda iştirak edirdi. 90-cı illərdə isə ölkəmizdə velosiped idman növü üzrə sistemli turnirlərin keçirilməsinə başlanılır. Ölkə velosipedçiləri ardıcıl olaraq Bakı və Azərbaycan çempionatlarında iştirak edir. Azərbaycan velosiped məktəbinin getirmələrindən biri də Aleksandr Averindir. O, 1978-ci ildə Dünya Vela yürüyüşünün qalibi olub, 6 dəfə SSR çempionu adını və kubokunu qazanıb. Я занимался вначале легкой атлетикой. Əvvəl yüngül atletika ilə məşğul olurdum. Sonra ayaqlarımda problem yarandı. Bir gün velosipedə oturanda hiss etdim ki, artıq ağrımıram. Fikirləşdim ki, velosiped sürmək lazımdır. Hər şey belə başladı. Mən Azərbaycan yığması adından çıxış edəndə daha çox məmnunluq hissi keçirmişəm. Dünya kubokunu qazananda hələ SSR yığma komandasının üzvü deyildim. Mən burada məşq etmişəm. Məşqçilər məni burada hazırlayıblar. Sovet İttifaqı kuboku uğrunda çempionatda uğur qazandıqdan sonra yığma komandaya qəbul olunmuşam. Onun oğlu Maksim Averin də hazırda Sinerji Baku komandasının üzvü kimi ölkəmizi bu idman növündə təmsil edir. Ürəyimdən keçsə də, onu heç vaxt velosiped sürməyə məcbur etməmişəm. O özü qərar verməli idi. Mən sadəcə onu velosipedə oturdub, özümlə bağa aparırdım. Sonra gördüm ki, mənim sürətimdən narazıdır. İrəlidə gedənləri ötüb keçməyə çalışır. Onda başa düşdüm ki, əsl velosipedçi yetişir. Azərbaycanın veteran velosipedçilərindən biri də Ramiz Rəhimovdur. O, SSR çempionatı və dünya birinciliklərində iştirak edib və bir sıra uğura imza atıb. Mən atamla, ailəmlə birlikdə yaşayırdım. Heydər Əliyevlə qonşu idik. Gənc idim, həm də velosiped sürürdüm. Günlərin bir günü o gəlib başımı sığalladı və mənə dedi ki, sən çempion olacaqsan. Bu hadisədən sonra velosiped idman növü ilə ciddi məşğul olmağa başladım. Əvvəl məktəblilər, sonra böyüklər arasında Azərbaycan çempionu oldum. İdman ustası adına layiq görüldüm. Velosiped mənim həyatımın bir parçasıdır. Əvvəl peşəkar səviyyədə məşğul olurdum. Elə indi də hər gün velosiped sürürəm. 40 ilə yaxındır ki, Bakı Dövlət Universitetində yerləşən beynəlxalq əhəmiyyətli velosiped idmanı muzeyi fəaliyyət göstərir. Burada son 60 il ərzində velosipedin tarixinə aid materiallar, nəticələr və müxtəlif məlumatların əks olunduğu güşə istifadədədir. Muzeydə ən qədim velosipedin əks olunduğu şəkillərdən tutmuş məşhur velosipedçilərin rəsmlərinə də var. Muzeyin səyyar sərgiləri bugünədək bir çox beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında nümayiş etdirilib. Muzeyin zəngin ekspozisiyalarında əsas yerlərdən biri isə dünyanın ən böyük yarışlarını əks etdirən eksponatlar tutur. Velosiped muzeyinin yaradıcısı Ələddin Şabanovdur. Ələddin Şabanov Avropada keçirilən turnirlərdə medal və diplomlarla təltif olunub. O, 50-dən artıq ölkədə keçirilən velosiped yarışlarında, dünya, Avropa çempionatlarında, super velomarafonlarda Azərbaycanı yüksək səviyyədə təmsil edib. Mən həyatımı velosipedlə bağlamışam. 60 ildir ki, velosipedlə məşğulam. 27 ölkə, 144 şəhəri keçərək İtaliyada Roma papası məni qızıl medalla təltif eləyib. Ondan başqa
Fransa, İtaliya, Belgiya yer qalmayıb olmuşam mən. Bütün ölkələrdə də olduqca Azərbaycanı təmsil etmişəm. Azərbaycanın bayrağı ilə getmişəm. Azərbaycanda Sovet vaxtında çoxlu idmançılar vardı. Startda 120 idmançı olardı. Kim irəli çıxır, kim arxada qalır. Amma yarış göstərir ki, kim güclü idmançıdır. Yarış zamanı bunlar həll olur. İngiliz Tom Simpson. Tom Simpson deyir, velosipedin üzərində həlak olub. Öz ömrünü velosipedə həsər edib. Ölür velosipedə. Ancaq onun axırıncı sözü olur, oturdu məni velosipedə. İrəli, irəli. Belə idmançılar olur. Velosiped mənim üçün çox doğmadır. Mən 16 yaşımda buradan Sumqayıta və geriyə gəlirdim. Kinokamera və idman onlar da doğmadır. Çünki bizim peşədə hərəkət çoxdur. Səyahət var, yol var. Yəqin ki, əgər qismət olsa bir filmə başlamağa, yəqin ki, velosiped faktorunu salmağa çalışacağım və yəqin ki, bir şey alınacaq. Əhəmiyyətli işlər nəticəsində Azərbaycanda daha yüksək səviyyəli velosiped yarışlarının keçirilməsinə başlanılıb. 2011-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası yenidən təşkil olunur və Fazil Məmmədov federasiyanın sədri seçilir. Velosiped İdmanı Federasiyası olaraq çalışırıq ki, idmanın kütləviliyinə nail olaq və bunun vasitəsilə bizim velosipedçilərimizin beynəlxalq yarışlarda iştirakını təmin edə bilək. 2 il bundan öncə biz başladıq bu işlərə və güman edirəm ki, 2 il ərzində müəyyən bir irəliləyişlər var. Yəni bunların içərisində konkret olaraq demək olar ki, Azərbaycanın ilk milli kontinental komandası, peşəkar komandası yaradılıbdır. Komandanın adı Sinerji Baku Cycling Project adlanır və bu komanda artıq keçən il ilk debütünü göstərməsinə baxmayaraq il ərzində 15 dəfə podiuma çıxa bilib. Həm Avropada, həm Asiyanın müxtəlif ölkələrində. Bu il də komanda çox uğurlu çıxışlara başlayıbdır. Xorvatiyada keçirilən yarışlarda və Fransada keçirilən yarışlarda uğurla hesab edib və qələbə qazanıblar. Yəni birinci dəfə bir il ərzində, il yarım ərzində cəmi çıxış edən bir komanda üçün bu kifayət qədər yaxşı göstərici hesab oluna bilər. Bugün Azərbaycanda velosiped idmanının necə inkişaf etdiyini nəzər yetirirəm. Əsas odur ki, federasiya, gənclər, kollektiv çalışır ki, Azərbaycanın adı velosiped idman növündə də bütün dünyaya səs salsın. Tour de Azərbaycan yarışının keçirilməsi sürətli inkişafdan xəbər verir. Bizim dövrümüzdə normal səviyyə çatmaq üçün 10 il vaxt lazım idi. Ancaq indi bunu 3-4 ilə etmək mümkündür. Gördüyümüz kimi bu gün yarışlar çox professional şəkildə keçirilir və yarışda professional velosipedçilər iştirak edir. Azərbaycan komandası isə sürətlə peşəkarlığa yaxınlaşır. Buna çox az vaxt qalır. Ölkəmizdə idmançılar üçün lazımi infrastrukturun yaradılması əsas məqsədlərdəndir. Hələ 1980-ci ildə Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika velotreki tikilib istifadəyə verilib. Uzunluğu 333 metr olan bu velotrikdə bir sıra ümumi ittifaq yarışları keçirilib. Hazırda bu məkanda əsaslı yenidən qurma işləri aparılır və qısa müddətdə istifadəsi nəzərdə tutulur. 1980-ci ildə SSR-də olimpiyada keçirilmişdi, bilirsiniz. SSR-də 2 velotrek tikilmişdi. Biri Tallində, biri Azərbaycanda. Bu yaxında mən Tallində olmuşdum, baxdım. Həmən velotrek bugünə qədər də istifadə olunur, işləyir, amma bizimki son illər istifadəsiz qalmışdı. Və biz qərara gəldik ki, həmin velotrekin yenidən qurulmasına, bərpasına başlayaq. ...2013-cü ildə istifadəyə verilən velopark hal-hazırda da ən yüksək səviyyədə fəaliyyət göstərir. Burada istənilən velosiped həvəskarı gəlib öz sevimli idman növü ilə məşğul ola bilər.
Bakının Səbail rayonunda Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə yaradılmış velopark həvəskarlarda böyük maraq doğurub. Ərazisi təxminən 40 hektar olan veloparkda həm peşəkar velosiped yarışlarının, həm də təlim və məşqlərin keçirilməsi, habelə müxtəlif idman növləri, yaxud ailəvi fəal istirahətlə məşğul olmaq üçün gözəl imkan var. Burada dağ velosiped idmanının inkişafı üçün də xüsusi yollar çəkilib. Bakı 2015 ilk Avropa oyunlarına hazırlıq prosesi çərçivəsində velopark ərazisində BMX stadionu da tikilməkdədir. 2015-ci il Avropa oyunlarında velosiped idmanının 3 növü təmsil olunur. Biri şosedir, ikinci BMX-dir, üçüncü dağ velosiped idmanıdır, mountain bike. Və həmin BMX üzrə yarışlar həmin parkın ərazisində keçiriləcək və gələcəkdə bizim niyyətimiz var, orada bağlı velodrom da tikiləcək və həmin ərazi gözəl bir idman şəhərciyinə çevriləcəkdir. Bu barədə ölkə başçısının müvafiq tapşırıqları var və biz bu tapşırıqları icra edərək çalışacağıq ki, yaxın illər ərzində o ərazi doğrudan da Bakılıların sevimli bir istirahət məkanına və idmanla məşğul olduğu bir məkana çevrilsin. Bakıda nəqliyyatın hərəkəti çox sıxdır və velosiped sürmək orada kifayət qədər mürəkkəb bir məsələdir. Bunu nəzərə alaraq yeni tikilən ərazilərdə, yenidən qurulan ərazilərdə velosiped yolları çəkiləcək. Bakıda artıq bilirsiniz, belə bir yol bulvar ərazisində var və bulvarın genişlənən ərazilərində də yolların çəkilməsi, o cümlədən Ağşəhər layihəsində velosiped yollarının olması planlaşdırılır. Əvvəllər küçə və yollarımızda çox nadir hallarda velosiped sürənə rast gəlmək olurdusa, indi tam əksinə. Bu isə onu göstərir ki, velosipedin həm də sağlamlığa xidmət etdiyi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olması özünü yaxşı bir roza verir. Dənizkənarı Milli Parkda yaradılmış velosiped yolları artıq böyük populyarlıq qazanır. Burada hər gün müxtəlif yaşlı insanlar velosiped sürürlər. Velosiped idmanının inkişafı ilə məşğul olan bir şəxs özü velosiped sürməsə bu düzgün olmazdı. Ona görə mən də bir çoxları kimi velosipedim var, ondan istifadə edirəm. Hər həftənin şənbə, bazar günləri çalışıram ki, bir neçə saat ərzində velosiped sürməklə məşğulum və həmin vaxtlar özümü çox gümrah hiss edirəm. Əlbəttə, velosiped təkcə idman aləti deyil. Əvvəla bu həm də bir nəqliyyat vasitəsidir. Digər bir tərəfdən insanın sağlamlığı üçün çox mühüm əhəmiyyətə malik olan bir idman alətidir. Belə ki, son zamanlar dünyanın hər yerində ürək-damar xəstəlikləri çox geniş yayılmışdır və velosipedlə məşğul olanlar arasında belə xəstəliklər çox az olur. Buna baxmaq lazımdır və düşünürəm ki, velosiped idmanı ilə imkanı onların hamısı məşğul olmalıdır. Nostalji hisslər insanı tərk etmir. Özümü güclə saxlayıram. Çünki cavanlığımda velosipedlə məşğul olmağa başlayanda elə səviyyəyə gəlib çatdım ki, mənə velosipedi evə gətirməyə icazə verəndə artıq axşamlar sürmək istəmirdim. Məşqlərdən sonra velosiped sürmək istəyim olmurdu. Deməli, artıq peşəkar olmuşdum. İndi yavaş sürürəm, ancaq veteran qrupa qoşulmaq istəməzdim. Bilirəm ki, velosipedə oturan kimi yarışa qoşulmaq istəyəcəm. Mən son zamanlar o qədər velosiped və motosikl görürəm Bakıda. Bakı get-gedə dəyişir və düşünürəm ki, velosiped iki təkərli nəqliyyat vasitələri bizim küçələrimizi yalnız gözəlləşdirir. Bu həm modernləşmədir, gəncləşmədir, həm də ki, bu praktiki baxımdan da çox uğurlu bir nəqliyyat vasitəsidir. Dövlət başçısı İlham Əliyevin velosiped idmanının inkişafına dair tövsiyələrinə uyğun olaraq ölkəmizdə geniş və kompleks tədbirlər proqramı reallaşdırılır. Bunlardan biri də İsmayılıda müasir velosiped zavodunun tikintisidir. Burada il ərzində ümumilikdə 30 min idman, şəhər və uşaq tipli velosiped istehsalı nəzərdə tutulur.
Gəncə şəhərində isə müasir velosiped kirayə məntəqələri, habelə uzunluğu 20 kilometrə çatan velosiped yolları istifadələdir. Belə yollar Şəmkir və digər rayonlarda da salınıb və proses davam etdirilir. Ölkəmizdə velosiped idmanının daha da inkişafına dair hər il bölgələrdə müxtəlif yarışlar, o cümlədən Azərbaycan çempionatları təşkil olunur. Yeni klublar və məktəblər yaradılır, istedadlı gənc velosipedçilərə təqaüdlər ayrılır, maddi-texniki bazanın gücləndirilməsi üçün lazımi addımlar atılır. Uşaq və gənclərin bu idman növünə marağını artırmaq üçünsə ayrıca tədbirlər həyata keçirilir. Maddi texniki baza yaradıldıqca, idman deməli klubları yaradıldıqca bu işə, bu idmana olan həvəs də artacaq uşaqlarımız və gənclər arasında və təbiidir ki, bunun hesabına bizdə güclü velosipedçilər yetişə bilər. Son 2 ilin nəticələri bunu deməyə bizə əsas verir. Azərbaycanda velosiped idmanının sürətli inkişafına şahid oluruq. Nüfuzlu Tour de Azərbaycan növbəti velo yürüyüşünün keçirilməsi isə bunun ən bariz nümunəsidir. Artıq ölkəmizdə ənənəvi keçirilən Azərbaycan turu velo yürüyüşü dünyanın bir sıra nüfuzlu yarışları ilə müqayisə olunur. Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən mötəbər turnirdə dünyanın ən tanınmış velosipedçiləri və mütəxəssisləri iştirak edir. Tur Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Cəmi 3 il keçməsinə baxmayaraq, yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2-1 kateqoriyasına layiq görülüb. Bu, 2013-cü ildə yarışın yüksək səviyyədə təşkilinə görə idi. Əgər əvvəllər veloturda əsasən kontinental və yığmaq komandalar iştirak edirdisə, 2-1 formatında keçirilən yarışda pro-kontinental, kontinental və milli yığmaq komandalar mübarizə apardılar. Mayın 7-sindən 11-nədək davam edən Tour de Azərbaycan 2014 beynəlxalq velosiped yarışında 22 ölkədən, o cümlədən Azərbaycan, Amerika Birləşmiş Ştatları, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Hollandiya, Belçika, Çin, Danimarka, Avstraliya, Latviya, Ukrayna, Belarus və Qazaxıstandan idmançılar iştirak etdi. Hər birinin heyətində 6 velosipedçi olan 25 komandadan 8-i pro-kontinental, 16-sı kontinental, biri isə milli komanda idi. Bundan başqa Olimpiya oyunları, dünya və Avropa çempionatlarının daimi iştirakçıları olan hakimlər də tura dəvət edilmişdi. Yarışın yüksək səviyyədə təşkili və təhlükəsizliyin təmini üçün bütün aidiyyatı qurumlar birgə iş ətrafında birləşmişdi. Veloturun birinci mərhələsinə Dövlət Bayrağı meydanından start verildi və Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçməklə Sumqayıt şəhərində yekunlaşdı. Turun 2, 3 və 4-cü mərhələlərinin marşrutları demək olar ki, əvvəlki kimi saxlanılmışdı.
Muhammed, ben Torku Şekerspor'dan Türkiye takımıyım. Yarış iyi gidiyor. Dün bayağı bir zorlu yarış vardı. Yokuşlar çoktu. Rüzgar da vardı bayağı bir. İşte bizim takım arkadaşlarımızdan Kobo 16. oldu. Mən bu yarışda ilk dəfədir iştirak edirəm. Çox yaxşı təşkil olunub. Düzdür, hava küləklidir və dağlıq ərazilərdə bir az çətinlik çəkirik. Yarış çətindir, amma maraqlıdır. Burada yaxşı komandalar var. Biz heç olmasa bir mərhələdə qalib gəlmək istəyirik. Dünən bizim lider idmançılarımızdan biri lazım olan anda təkərində problem oldu, deşildi və o anda çata bilmədi ön qrupa. Amma Zapaz İdman Konstrutkoviç birinci qrupda gəldi. Klassik velo yürüyüş üçün dünənki gün çox əhəmiyyətli idi. Düşünürəm ki, sabah da belə olacaq. Меня зовут Олег Берда. Ну, для меня не очень, но... Adım Oleg Berdadır. Mürəkkəb yollar olduğu üçün çətinlik çəkirəm. Hərdən güclü külək olur. Birinci dəfədir belə güclü küləklə rastlaşırıq. Ona görə də çalışırıq liderimiz Aleksandr Brayka kömək edək. Зовут меня Саша, но я представляю команду Тушну. Adım Saşadır. Rumıniya komandasını təmsil edirəm. Birinci mərhələ mənim üçün çox uğurlu oldu. Çünki birinci qrupda gəldim. Hər şey yaxşı idi. Təəssüf ki, dünən çox çətin keçdi. Velosipedlə bağlı texniki problem ortaya çıxdı. İrəlidəkilərə çatmaq üçün çox çalışdım. В общем зачете я отпустился очень низко. Velosiped idmanının bir xüsusiyyəti var ki, əvvəla bu həm komanda yarışıdır, həm də fərdi yarışdır. Burada həm çox güclü ayaqlar olmalıdır, çox güclü ağciyərlər olmalıdır, həm də çox güclü baş işlətmək lazımdır. Velosiped idmanını taktikası təsəvvür etmək olmur. Buna görə də yarışlarda velosipedçilərin arasından biri komandanın kapitanı olmalı və komandanı idarə etməlidir. Əgər külək yandan əsirsə, o barmağını qaldırıb işarə verməli və hamı bir-birinə kömək etməlidir ki, heç kim arxada qalmasın. O əlini qaldıranda kimsə finişə çıxarmağa kömək etməlidirlər. Əgər kimsə komandaya sərf eləməyən şəkildə ayrılası olsa, uşaqlar birlikdə çalışmalıdırlar ki, bu lənciməni aradan qaldırsınlar. Bax, komanda elə bu deməkdir. Bu idman növündə taktikanın böyük əhəmiyyəti var. Mənim üçün velosiped idmanı həmişə liderdir. Digər idman növlərindən fərqi odur ki, burada havanın təsiri danılmazdır. Qabaqda elə bir velosipedçi olmalıdır ki, lideri küləkdən qoruya bilsin. Lazımı məqamda ayrılsın və finiş xəttinə birinci çatsın. Yol əlbəttə çətin idi. Şamaxıdakı aşırımlar, sonra da Ağsu aşırımları, rəsədxanaya gedən yol nə qədər çətin olsa da mübariz olmalısan. Qayda belədir. Yarış iştirakçıları tarixi və müasir memarlıq nümunələrinin bəzədiyi Bakı və Sumqayıt şəhərləri, qədim İçəri şəhər, eləcə də Böyük Qafqaz dağları, füsunkar təbiəti ilə seçilən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonları ilə tanış oldular.
Velosiped idmanı digər idman növlərindən həm də onunla fərqlənir ki, kilometrlərlə məsafəni əhatə etməklə düzənlik, dağlıq ərazilər və müxtəlif şəhər, rayon, qəsəbə, kəndlərdən keçilir. Bu isə həm də ölkənin beynəlxalq səviyyədə tanınması, turizm potensialının təqdimatı baxımından əhəmiyyətlidir. Sonuncu 5-ci mərhələdə velosipedçilərin yürüşünə Azadlıq meydanından başlandı. Beləliklə, velosipedçilər 5 mərhələdə ümumilikdə 838 kilometr məsafə qət etdilər. Finiş xəttinə birinci çatmaq uğrunda əzmlə aparılan mübarizənin sonunda isə onları xoş sürprizlər gözləyirdi. Azərbaycan Turu 2014 yürüşündə Sinerji Baku komandası və U23 millimizin üzvü Samir Cəbrayılov isə ən yaxşı yerli idmançı kimi göy, qırmızı, yaşıl rəngli, üzərində alov əksi olan formaya sahibləndi. Evrosport televiziyası ilə birbaşa yayımlanan Azərbaycan Turu 2014 həmçinin yerli və xarici kütləvi informasiya vasitələrində də geniş işıqlandırıldı. Azərbaycan Turu yürüşündə iştirak edən Avropa Velosipedçilər İttifaqının fəxri baş katibi Ronald Hofer velosipedçilərimizin mötəbər yarışlara hazırlığı və iştirakını yüksək dəyərləndirdi. The Tour of Azerbaijan, I think it's a very important tour. Azərbaycan turu çox böyük əhəmiyyətə malikdir. Bilirsiniz, il ərzində bir çox yarışlar keçirilir. Ancaq Azərbaycan turu da çox mühümdür. Çox yüksək səviyyədə təşkil olunub. Professional velosipedçilər var. Məncə, bu böyük uğurdur. Velosipedçilər üçün beynəlxalq tədbirlərdə iştirak etmək çox əhəmiyyətlidir. Azərbaycan velosiped idmanının uğurlu gələcəyi var. Azərbaycan Veloturunda qonaq qismində qazandıqları nailiyyətləri ilə örnək olan məşhur velosipedçilər də iştirak edirdi. Onlardan biri də Tour de France 2008-in qalibi Carlos Sastre idi. 2011-ci ildə idmançı karyerasına başa vuran Carlos velosiped aləmində onunla məşhurdur ki, onun adı 15 illik peşəkar fəaliyyəti dövründə bir dəfə də olsun doping qalmaqalında çəkilməyib. Elə buna görə də ona Mr. Clean ləqəbi verilib. I think the organization is quite good. Hər şey yaxşıdır. Yarış başladığı gündən inkişafdadır. Görürəm ki, velosipedçilərin qayğısına qalmırlar. Hər şey yüksək səviyyədə təşkil olunur. Azərbaycanda velosiped idmanı məktəbi var. Məncə sizin gələcəyə dair planlarınız çox gözəldir. Gözəl ölkə, gözəl şəhəriniz var. Uğurlarınıza görə çox şadım. Qonaq qismində iştirak edənlərdən biri də Özbəkistan velosipedçisi, Rusiyanın əməkdar idman ustası Cəmaləddin Abducəfərov idi. В Азербайджане я первый раз в этой своей жизни. Azərbaycana ilk səfərimdir. Əslində bura gəlməyi çox istəyirdim, lakin imkan olmurdu. Çox şadam ki, Azərbaycan Velosiped Federasiyası məni bura dəvət edib. Azərbaycanın necə gözəl ölkə olduğunu öz gözlərimlə gördüm. Federasiya prezidentinin, ölkə prezidentinin sayəsində burada velosiped idman növü inkişaf edir. Çünki sizin prezidentiniz idmana böyük diqqət göstərir. Hər şəhərdə Olimpiya mərkəzinin olması məni heyran etdi. Burada oğlanlar, qızlar istədikləri idman növü ilə məşğul ola bilirlər. Олимпийские центры. Меня наступает эйфория. Azərbaycanda velosiped idman növünün çatdığı səviyyə məndə euforiya yaradır. Ulu öndər Heydər Əliyevə həsr olunan və 3-cü ildir keçirilən Veloturda baxın ölkəmizə nə qədər qonaq gəlir. Onlar Azərbaycan, Bakıda gördükləri gözəlliklərə heyran qaldıqlarını bildirirlər. Velosiped idmanı sayəsində ölkəmiz barəsində çox şeylər öyrənirlər. Вы посмотрите, сколько гостей приезжают.
Сейчас я видел, вот мы вчера присутствовали на... Biz bilirik ki, Azərbaycanda velosiped zavodu tikilməkdədir. Bu müsbət haldır. Çünki bir idman növünün inkişafı üçün minimum inventor velosiped mütləq olmalıdır. Düşünürəm ki, növbəti 5-10 il ərzində Azərbaycanda velosiped idman növü daha da inkişaf edəcək. Çünki 3 ildir Azərbaycan turu velo yürüyüşü təşkil olunur. İnsanlar bu yarışı maraqla izləyir. Həm oğlan, həm də qızların bu idman növündə özünü sınamaq istəyi çoxalır. Я думаю, что в каждой секции мальчики уже хотят заниматься велоспортом. Azərbaycanın ev sahibliyi edəcəyi nüfuzlu idman yarışı Bakı 2015 ilk Avropa oyunlarının proqramına daxil olan idman növləri içərisində velosiped də var. Bununla əlaqədar Bakı 2015-in təşkilat komitəsi, eləcə də Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə müvafiq zəruri tədbirlər görülür. Tour de Azərbaycan 2014-ün sonuncu mərhələsi məhz Bakı 2015 ilk Avropa oyunlarında velosiped yarışlarının keçiriləcəyi yollara salınmışdı. Bu isə həm də ilk Avropa oyunlarına hazırlıq məqsədini daşıyırdı. Sinerji Bakı komandasının nailiyyətləri, digər klublarımızın idmançıların nailiyyətləri bunu deməyə əsas verir ki, çox güclü velosipedçilərimiz yetişməkdədir. Onların içərisində mən qeyd edə bilərəm İlkin Əsədovu, Samir Cəbrayilov bu yarışda iştirak edir. Maksim Averin, bayaq adını çəkdiyim Aleksandr Averinin oğludur və atası o zaman Azərbaycanı necə təmsil etmişdirsə də onun oğlu bugün təmsil edir və Xorvatiyada birinci yer tutdu Azərbaycan bayrağı altında. Bu çox yaxşı bir haldır və gözəl bir qələbədir. Yeni nəsil yetişir, Elgün Əlizadə var. Qadınlarımız velosiped sahəsində deməli ilk uğurlarını qazanmağa başlayırlar. Biz qadın komandasına yaratmışıq və düşünürəm ki, onların arasında Olga İsmailova var. O Azərbaycanı Rio de Janeiro'da mütləq təmsil eləməyə iddialıdır. Çünki o trek üzrə velosipedçidir və bizim gənclərimiz arasında çox bacarıqlı, istedadlı Tural İskəndərov var. Çox yaxşı uşaqlardır bunlar. Güman edirəm ki, 2 ildən sonra onların səsi artıq nəinki Azərbaycandan, Avropadan, dünyanın hər yerindən gələcəkdir. So, first of all, you know, I am one of the founder of this European Cycling Union. Avropa Velosipedçilər İttifaqının banilərindən biriyəm. Hələ 20 il əvvəl biz çalışırdıq ki, peşəkarlar üçün Avropa çempionatı təşkil edək. Amma bunu yalnız 20 yaşadək velosipedçilər və uşaqlar üçün keçirmək imkanımız oldu. Bakıda təşkil olunacaq Avropa oyunlarında peşəkar velosipedçilər arasında böyük və maraqlı yarışların şahidi olacağıq. Bu, adından da göründüyü kimi, Avropa Velosipedçilər Birliyi üçün çox əhəmiyyətlidir. Məncə, bu mötəbər turnir Azərbaycan Velosiped Federasiyası üçün də böyük şansdır. Fikrimcə, bu yarışda heç kim uduzmayacaq. Bu, həm Azərbaycan, həm dünya velosipedçiləri, eləcə də Avropa Velosipedçilər İttifaqı üçün uğurlu olacaq. Я считаю, что наш велосипедный спорт Hesab edirəm ki, bizim velosiped idmanının gələcəyi parlaqdır. Bunun üçün rəhbərlik, federasiyanın prezidenti, vitse-prezidenti böyük güc və vəsait sərf edir. Bizim ölkəmiz sürətli inkişafdadır. Bu, Avropa oyunlarında da özünü göstərəcək. Aparılan işlərə nəzər salsaq görərik ki, Avropa oyunlarında uğurlu çıxış etmək üçün yaxşı imkanlarımız var. Mənə elə gəlir ki, Avropa oyunlarında iştirak etmək bizim üçün çox böyük təcrübə olacaq. Həm də işimizə təkan verəcək. Belə yarışlarda iştirak etməyin özü böyük uğurdur. Federasiya öz istiqamətini müəyyən edə biləcək ki, nəyə diqqəti daha çox artırmaq lazımdır. Məşq, velosiped, digər şərtlər və s. Bütün bunlar gələcək yarışlarda uğurla çıxış etmək üçün böyük təkan olacaq. Это очень особое, важное. Здесь не будет только велоспорт, здесь будут все виды спорта. Bu çox əhəmiyyətli hadisədir. Çünki burada təkcə velosiped idman növü deyil, çox idman növü təmsil olunacaq. Bu yarışlarda iştirak edənləri izləyən uşaq və gənclərin özünə uyğun idman növünü seçmək imkanı olacaq. Təbii ki, velosiped idmanında seçənlər çox olacaq. Fikirləşirəm ki, bu baxımdan da Azərbaycan qazancı böyük olacaq. Очень большой плюс. И думаю, что в этом Азербайджан очень много выиграет.
12 ildir məşğul oluram. Dəfələr Azərbaycan çempionuyum, beynəlxalq mükafatçıyam, dünya çempionu iştirakçısıyam. Mən də əlimdən gələni edirəm ki, həm özüm bundan zövq alıram, həm də ölkəm üçün bayrağımı uzatmağa çalışıram. Mən əsas fərdi yürüşdə, yəni saat vaxtla kilometrlərdə, 20-30-40 kilometrdə Avropa oyunlarında da o var. Çalışacağım ki, orada uğur qazanım. Hər bir idmançı yarışa qatılanda mütləq qaydada qaliblik haqqında düşünməlidir. Bu belə olmalıdır, çünki əks halda ondan yüksək nəticə gözləmək çətindir və düşünürəm ki, bizim idmançılarımız əlbəttə özlərini qələbəyə kökləyəcəklər, amma bu idmandır. İdmançı qarşısında konkret bir məsələ qoymaq ki, sən filan yeri tutmalısan, hesab edirəm o qədər də düzgün olmazdı. Bizim əsas məqsədimiz, amalımız idmançılarımızın konkret olaraq velosipedçilərdən söhbət gedirsə, velosipedçilərimizin Azərbaycanı ləyaqətlə təmsil etmələridir. 2015-ci il Avropa oyunlarında biz bunu gözləyirik idmançılarımızdan və hesab edirəm ki, onların içərisində qələbəyə ideallar da var və yaşayıb görəcəyik. Sosial fəaliyyət sahəsinin tərkib hissəsi olan bədən tərbiyəsi, fiziki mübarizə növü olan idman həm də özündə böyük fəlsəfi əhəmiyyət daşıyır. Velosipedçilər müxtəlif hava şəraitində saatlarla qət etdikləri, yollarda üzləşdikləri çətinliklərə baxmayaraq birinci olmaq əzmi onları uğur zirvəsinə aparır. Bu zirvə isə qalibiyyət üçün əsl mübarizə meydanıdır. Getdi uşaqlar!